İsrail İranın müdafiə sistemlərinə gecə boyu zərbələr indirib. Təl-Əviv qarşı tərəfin strateji obyektlərini məhv etdiyini açıqlayıb. Həmçinin İsfahanda yerləşən uran metal istehsalı zavodu dağıdılıb. İranın pilotsuz uçuş aparatları da qərbə doğru yol alıb. Təxminən hücumların başlamasından 18 saat sonra Tehran raketlərini işə salıb. Beləliklə İslam Respublikası zərbələrin 5-ci dalğasını başlayıb və bütövlükdə İsrail ərazisini hədəfə alıb. Sepah İsrailin 3 hava bazasını vurduğunu bəyan edib. Təl-Əviv isə İrandan atılan bəzi raketlərin zərərsizləşdirdiyini iddia edib. Bundan əlavə Tehran Hörmüz boğazını gəmilərin keçidi üçün bağlayıb. İsrail cəsarətli, lakin riskli bir zərbə vurdu. Bu bəlkə də çox həftəlik kampanyanın ilk dalğalarıdır. Zərbələrin başladığı gün 200-dən çox təyyarə və ölkə daxilində əvvəlcədən yerləşdirilmiş pilotsuz uçan aparatlardan istifadə edilib. Bu hücumlar Təl-Əvivə minimum zərər vursa da Tehrana baha başa gəlib. The Wall Street Journal yazır ki, İsrailin İrana hücumları 14 gün çəkəcək. Baş nazir Benjamin Netanyahu əməliyyatın nə qədər lazımdırsa o qədər davam edəcəyini deyib. Lakin Tehranın Təl-Əvivə cavab zərbələri indirməsi vəziyyəti bir qədər dəyişə bilər. İsraildəki nüvə obyektlərinin Tehranın hədəfində ola biləcəyi də ehtimallar arasındadır. İddialara görə İslam Respublikası bu yaxınlarda həmin mərkəzlərlə bağlı məlumatlar əldə edə bilər. İsrail tərəfi hücuma hazırlaşarkən vuracağı obyektlərin sayı və hər obyektə hər gündə neçə dənə zərbə endirəcək və eyni zamanda əlində olan silahların miqdarına uyğun olaraq belə bir hesablama göstərir, elə bir zaman göstərir ki, 14 gün çəkə bilər. Mən düşünürəm ki, bir həftə 10 gün ətrafında müharibəni bitirə bilər, yaxud da ki, müharibənin qarşısını ala bilər. Qeyd edək ki, İsrail Tehranın mülki əhalisinin məskunlaşdığı ərazilərə zərbələr indirməsi ilə bağlı qırmızı xətti keçdiyini açıqlayıb. Baş nazir Benjamin Netanyahu İran xalqına müraciətində onları öz hökumətlərinə qarşı ayağa qalxmağa və azadlığı uğrunda mübarizəyə başlamağa çağırıb.